Herkese salam. Bugün riyaziyyat 6-cı sinif 2-ci hissə dərsliyindən üçbucaqlar bölməsinin suallarına baxacağıq sizlərlə birlikdə. Deməli, 7-ci bölmə səhifə 52-dən başlayır. Qeyd edim ki, ilkin yoxlama hissəsinə gəlin ilk öncə baxış keçirək. Siz bəzi məlumatları bilirsiniz 5-ci sinifdən, hansı ki, qonşu və qarşılıqlı bucaqlar haqqında. Gəlin ümumiyyətlə o mövzunu bir daha təkrar edək. Qonşu bucaqların cəmi bilirsiniz ki, 180 dərəcə olur. Qarşılıqlı bucaqlar isə bir-birinə bərabər olur. Əgər bu sizin üçün çətin gəlirsə, deməli, bir dəqiqə. Tutaq ki, qayçını yadımıza salaq, qayçının uclarını. Qonşu bucaqlar dedikdə, söhbət məsələn, bu bucaqla bu bucaq. Görsünüz, onu bir hasar ayırır, düzdürmü? Sonra məsələn, bu bucaqla bu bucaq. Bunlar qonşudur. Amma qarşılıqlı bucaqlar deyəndə qarşı-qarşıya olan bucaqlar başa düşülür. Məsələn, alfa-alfa, tutaq ki, beta-beta. Qarşılıqlı bucaqlar bir-birinə bərabər olur. Qeyd edim ki, qonşu bucaqların cəminin 180 dərəcə olması açıq bucaqdan qaynaqlanan bir məsələdir. Çünki açıq bucağın dərəcə ölçüsü 180 dərəcə olur axı. Və fikirlərsəz, məsələn, tutaq ki, birinci sualın A variantına baxıram. Bu görürsünüz ki, 150 dərəcə nəyin üzərində dayanıb açıq bucağın? Açıq bucaq 180 dərəcədə axı uşaqlar. Ona görə də deməli neçə çatmır? 30-u çatmır da, düzdür? 30-dan 150-ni toplayanda 180 edir. B variantına baxaq. 128 sual işarəsi yerinə qonşu bucaq düzdürmü? Yenə onları bir hasar ayırıb. Deməli 180-dən 128 çıxırsınız. 52. Deməli bu hissi olacaq 52. Amma bunlar fikir verirsinizsə, baxın, şəkildə mənə çəkmişəm. Qarşılıqlı bucaqlardır. Deməli, burada 128-dir. Aha. MPN görürsünüz ki, açıq bucaqdır. Açıq bucaqdırsa, deməli, bura 90-dırsa, bura 90 olmalıdır. Neçə çatmır? 90-dan 15 çıxmalısınız. Çünki sizə istəyir PRN-i və ya NPR-i. Və 90-dan 15 çıxanda da bilirsiniz ki, 75 qalır. Sonra bura 68 isə burada 68-dir. Çünki qarşılıqlı bucaqlardır. Bura 40-dırsa burada 40-dır. Qonşu və qarşılıqlı bucaqların xassətlərini istifadə etməklə tələb olunan bucağı tapın. Yenə görürsünüz ki, CJF açıq bucaq üzərində dayanır və açıq bucaq 180 dərəcə olur. Deməli, x plus 30 üstə gəl x bərabərdir 180-ə. X-in üstünə x gəldi 2x. 2x bərabər 150, x də bərabərdir 75. X 75-dirsə, onda biri 75-dirsə, o birisi də olacaq 105. İndi sizə FJ bucağını istəyir, o elə 75 dərəcədir. Yaxşı, yenə baxırsınız ki, yenə baxın, qonşu bucaqdır, açıq bucağın üzərində dayanıb. X plus 60, üstə gəl 2x bərabərdir 180-ə. 3x bərabərdir 120-yə, x də bərabərdir 40-a. Sizə POR istəyir. POR, aha, bu bucağı istəyir. Yaxşı, bura 40-dırsa, 42-yə vursuz 80. Deməli, bu da açıq bucaqdır, hal-hazırda düzdürmü? POT. Neçə çatmır? 100-ü çatmır da. 100-ün üstə çünki 80 gəldi, 180 eləyir axı. POR olacaq 100 dərəcə. Sonra bunlar qarşılıqlı bucaqlardır. Ona görə bir-birinə bərabər götürürsünüz. 2x plus 45 bərabər x plus 55. X keçir o tərəfə, 2x çıx x eləyir. 45 keçir o tərəfə, olur mənfi 45. 55-dən 45 çıxanda 10 qalır, x 10-dur. Sizə TR-si istəyir. İndi fərqi yoxdur. Ya burada, ya burada. Qoyursunuz yerinə, sonra 180-dən çıxırsınız. Çünki qonşu bucaqlarda axı bundan bu. Yəni onları görürsünüz, bir hasar ayırıb. X tutaq ki, gəlin qoyaq burada. 20-ni, 2-ni 10-a vuranda 20, 20-nin üstünə 45 gələndə 65. Deməli, neçə çatmır? 115 çatmır, düzdürmü? TR 115 dərəcədir. Yenə bu açıq bucaq üzərində dayanıb. Açıq bucaqdırsa, yəni qonşu bucaq kimi baxırıq. Cəmi 180 olmalıdır. X plus 20, 5x plus 40 toplayanda 6x plus 60 bərabərdir 180. Məchullar bir tərəfdə, məlumlar bir tərəfdə.
6x bərabər 120, x bərabər 20. X 20 isə bizə BTA-nı istəyir. Yenə 20-ni 5-ə vurursunuz. 100, 100-ün üstünə 40 gəlirsiniz, 140. Deməli, neçə çatmır yerdə? 40-ı çatmır, çünki toplayanda 180 eksi. Yaxşı, gəlin yadımıza salaq tənbələni. Mən yenə onsuz da izah edəcəm bu bölmədə. Çünki bizim bundan sonraki dərsimiz median tənbələn və hündürlükdür, üç bucaqda. Tənbələn ümumiyyətlə bucağı yarıya bölür. Gəlin bunu çəkək. BD şüası ABC üç bucağını, ABC bucağını daha doğrusu tənbələndir. Ta ki bu bizim BD şüamızdır. Və deyir ki, ABC bucağı ABD bucağının 50 dərəcə bölündü. Yaxşı, tənbələnsə bucağı yarıya bölürsə, bura x isə burada x-dir. ABC ABD-dən 50 dərəcə bölündü. Bu deməkdir ki, ABD-nin üstünə 50 gələndə sizə verməlidir ABC-ni, yəni 2x-i. Yenə məchullar bir tərəfdə, məlumatlar bir tərəfdə, x də bərabərdir 50-yə. ABC-nin dərəcə ölçüsünü istəyir. 50-50 toplayanda 100 edər, düzdürmü? Qonşu bucaqların dərəcə ölçüləri 2, 8 nisbətindədir. Bu bucaqların hər biri neçə dərəcədir? Qonşu bucaqçısı yenə 2K üstəgəl 8K bərabərdir 180 edirik. 2K üstəgəl 8K bərabər 180. 2K ilə 8K-nı toplayanda 10K bərabər 180. K da bərabərdir 18-ə. K 18 isə bir dəfə 18-i 2-yə vurursunuz. Bir dəfə də 8-ə vurursunuz və bucaqları tapırsınız. Bir bucağa qonşu olan bucaqların cəmi 100-dür. Yaxşı. Tutaq ki, bu bizim bucağımız. Buna qonşu olan bucaqlar hansılardır uşaqlar? Bunlar deyil. Bura betadırsa, burada betadır. Çünki qarşılıqlıdır. Deməli, bir bucağa qonşu olan bucaqlar qarşılıqlı bucaqlar olur və onların cəmi 100 dərəcə deyirsə, 100-ü tez 2-yə bölürsünüz. Çünki qarşılıqlı bucaqlar bir-birinə bərabərdir. Axı, beta, beta. 2 beta bərabər 100. Beta da 50. Beta 50-dirsə, uşaqlar, alfa 130 olmalıdır da. Çünki yenə qonşu bucaqdır və toplayanda 180 etməlidir. Deməli, bu bucaq neçə dərəcədir? Cavab olacaq 130. Üçbucağın bucaqlarını və tərəflərini ölçün. Aha, bu sizə qalmış bir məsələdir. Bunu transporter vasitəsilə ölçürsünüz və uyğun, deməli, növünü müəyyən edirsiniz. Yaxşı. Məsələn, A variantı körbucaqlı, üçbucaqlı uzaqdan baxanda da bilinir. Üçbucağı çəkin və növünü müəyyən edin. Bu da o məsələdir. Yəni, bunu siz özünüz çəkməlisiniz. Rəssam şəkil çəkmək üçün köməkçi düz xətlərdən istifadə etdi. Aha, çox gözəl. Burada da həm verilib şəkil kimi, həm də aşağıda da çəkiblər ayrıcı olaraq. Şəkildə qonşu və qarşılıqlı bucaqlar müəyyən edin. OB şüası DOY bucağına tənböləndi. OB şüası DOY bucağına tənböləndi. Yaxşı, uşaqlar, tənböləndirsə, bura 135-dirsə, bura neçə olmalıdır? Baxın, bir dənə bunu mən sizə göstərim. Bu özü açıq bucaqdır, düzdürmü hal-hazırda? Açıq bucaqdır və bu da nədir? Onları bölən bir hasar, düzdürmü? Aha, onları bölən bir hasardır. Deməli, qonşu bucaq ağlımıza gəlir də. Qonşu bucaqların cəmi 180 dərəcə olur axı. 180-dən 35 çıxırsınız, qalır 45. Deməli, bura 45 olmalıdır. Bura 35 isə, deməli, yerdə neçə çatmır? 10 çatmır da 45 olmaq üçün. Yaxşı, bura 45 isə, burada 45. Niyə? Çünki tənböləndi, özü demişdi ki, OB tənböləndi. Deməli, sualın cavabını tapdıq. COE bucağının dərəcə ölçüsünü istəyir. Deməli, COE 55 dərəcədir COE bucağının dərəcə ölçüsü. OE şüasının CD düz xəttinə perpendikulyar olduğunu əsaslandırın. Həqiqətən də OE şüası CD düz xəttdə budur. Buna perpendikulyardır. Çünki niyə? Baxın uşaqlar. Bura 45, bura 45 toplayanda nə eləyir? 90 eləyir. 90 perpendikulyar deməkdir. 90 dərəcə düzdür. Bura 90-dır da. Həqiqətən də perpendikulyardır. Bəli, əsaslandırmış olduq. İndi yeni bir qaydamız artıq keçirik. Üçbucağın median tənbələn və hündürlüyü. Üçbucağın median dedikdə təpə nöqtəsindən qarşı tərəfə endirilmiş parça başa düşülür və ya düz xəttə demək olar.
Median əslində medianın funksiyası nədir? Tərəfi yarıya bölmək. Tənbölənin də ayrı, məsələn, tənbələr median hündürlüyü üçü də təpə nöqtəsindən qarşı tərəfə endirilmiş düz xətti parçadır. Amma onların hər birinin ayrı-ayrı funksiyaları var. Yəni medianın funksiyası tərəfi yarıya bölmək, tənbələnin funksiyası bucağı yarıya bölmək, hündürlük də heç nəyi yarıya bölmür, sadəcə olaraq perpendikulyardır, yəni 90 dərəcə. Gələcəkdə hündürlük isə çox lazım olacaq, hansı ki, həmçinin bəzi fiqurların sahə məsələlərini tapmaqda, Pifaqor teoremi ilə siz bunu 8-ci sinifdə daha da geniş məlumat alacaqsınız. Yaxşı, üçbucağın medianı, baxın, median təpə nöqtəsinin qarşı tərəfə endirilmiş parçadır. AD mediandırsa, baxın, bu xətt o deməkdir ki, yəni bərabər hissələrə bölür. BD bərabərdir DC-yə. Bax ki, uşaqlar, bura 5-dirsə, burada 5 olmalıdır. Ümumi BC-ni 10 veriblərsə 5-5 düşür. Onu 2-yə bölürsün, çünki bərabər hissələrə bölür deyə 5-5 düşür. Yəni çətin bir şey yoxdur burada, sadədir. Bir də ümumi məlumat verim ki, bunu siz ümid edirəm ki, gələn illər keçəcəksiniz. Median təpədən başlayaraq qarşı tərəfi 2-nin 1-ə nisbətində bölür. Bu da çox əsas bir xassədir. Ayın parçası ABC üçbucağının medianıdır. Aha. Həqiqətən də bəli, median. Çünki görürsünüz, bərabər hissələrə bölüb. Bu median deyil. Niyə? Çünki görürsünüz ki, bura 6-dırsa məcbur burada 6 olmalıydı. Amma 4 yazıblar, səhvdir deməli bu. Burada bəli düzdür. Çünki mediandır, bəli. Çünki görürsünüz, bərabər hissələrə bölüb. Və bir üçbucağın 3 medianı, 3 tənbölənin 3 hündürlüyü olur. Bütün üçbucaqların medianı daxildə yerləşir. Tənböləni daxildə yerləşir, amma hündürlüyü yox. İndi hündürlüyü izah edəcəm mən sizə. Üçbucağın medianları çəkilib. Aha, uyğun parçaların uzunluqlarını tapın. Uşaqlar, ayın mediandırsa, deməli bərabər hissələrə bölməlidir. Çünki dedim ki, medianın funksiyası nədir? Qarşı tərəfi yarıya bölmək. Bura 4-dürsə, burada 4-dür. Perimetrini istəyir sizdən. Perimetri deməli MC 4-dür, tapdıq. BC haradır? Ümumi, bəli, 8-dir. 4, 4, 8 eləyir. ABC-nin perimetri. Perimetri dedikdə bütün tərəflərin cəmi başa düşülür. 7, 6, 13, 13, 4, 17, 17, 4, 21. Adi sual. Yaxşı, bura 5-dirsə, burada 5-dir. Düzdürmü? Çünki yəni mediandır. AC olacaq 10. ABD 5, 5, 10, 16. Aha, 16. Sonra MC sual. Yaxşı uşaqlar, burada 2 dənə median çəkilib artıq. Biri LC mediandır, biri də AM mediandır. İlk öncə gəlin AM-dən başlayaq. Əgər BM 4-dürsə, burada 4-dür, çünki AM mediandır. LC mediandırsa, onda AL 6-dırsa, BL də 6 olmalıdır. Tapdıqda bu hissələri indi bizə ümumi perimetri deyir. Toplayaq. 6, 6, 12. 12'nin üstüne 7 geldi 19. 19'un üstüne 4 geldi 23. 23'ün üstüne 4 geldi 27. Üçüncü məsələ. AD parçası perimetri 26 olan bərabər yanlı üçbucağın medianıdır. Aha, bərabər yanlıdır, bəli. AB və AC tərəflərinin hər birinin uzunluğu 8 olarsa. Aha, bura 8 ise burada 8'dir uşaqlar. BD parçasının uzunluğunu tapın. Yaxşı. İndi iki tərəf verilib, üçüncü tərəfi tapmaq üçün mən perimetrdən bu iki tərəfin cəmini çıxacağam. Yəni 26-dan çıxacağam, 8 üstə gəl 8-i. 8-in üstə 8 gəldi 16 eləyir. 26-dan 16 çıxanda 10 qalır. Deməli, BC 10-dur. BD parçasının uzunluğu. Bu uşaqlar mediandır şərtə görə. Mediandırsa bura 10-dursa, ümumi yəni 5-5 düşür də. Düzdürmü? Çətin bir şey yoxdur burada. BD bərabər 5-ə. YD parçası perimetr. Perimetr 21 olan YFK üçbucağın medianıdır. Aha. YF tərəfi 7 cm-dir. Bura 7-dir. FT bundan 4 cm qısadır. 7-dən 4 çıxan nə qalır uşaqlar? 3. Aha. Uşaqlar, bura 3-dürsə burada 3 olar. Çünki 7 özü mediandır şərtə görə. Aha. YK tərəfi neçə santimetrdir? YK haradır bu hissə? Aha, gəlin yazaq. Yenə 3, 3, 6, 7, 13 eləyib, bəli. Deməli, neçə çatmır? 21-dən tez 13 çıxırsınız. 21-dən 13 çıxanda 8 qalır, düzdürmü? Aha, deməli, YK 8-dir.
Dəftərinizdə üçbucaqlı üçbucaq çəkin, düzbucaq təpəsindən median çəkin və medianın hipotenuza nisbətini tapın. Ümumiyyətlə, uşaqlar, yadınızda saxlayın ki, bu sizə gələcəkdə lazım olacaq. Yəni, düzbucaqlı üçbucaqda median hündürlüyün yarısı olur. Bunu siz damalı dəftərə çəksəz daha yaxşı görəcəksiniz. Yəni, çünki damalı dəftər 1 santimetrlik hissələrə bölündüyü üçün daha rahat görünür. Düzbucaqlı üçbucaq budur uşaqlar. Median da budur. Median M hərfinə işarə olunur. Bu da deməli hipotenuzda budur. S hərfi ilə işarə olunur. A, B katetlərdir. Sizin katetdən işiniz yoxdur, hipotenuzun işiniz var. Yəni bunu onsuz da özünüz görəcəksiniz ki, tutaq ki, hipotenuzu 6 santimetrlik götürmüsünüzsə, median olacaq 3. Həmişə yarısı olur. Yəni median bərabərdir S bölünsün 2. Ağırlıq mərkəzi ilə bağlı bir məsələdir. Maraqlı olsa sizin üçün oxuyarsınız bunu da. Üçbucağın tənböləni. Tənbölən bayaq dedik ki, bucağı yarıya bölür. Tutaq ki, tənbölən də AK. Bura 40-dırsa uşaqlar burada 40 olacaq. Bərabər bölür. İndi bizə məsələ verib. Deyir ki, hansı fikir doğrudur, hansı fikir yanlışdır. AN parçası bəlli tənböləndir. Niyə? Çünki görürsünüz yenə bərabər bucaqlara bölüb. Deyir tənböləndi, düzdür. Çünki 90 dərəcədir, düzdür. 90-ın yarısı nədir uşaqlar? 45. Bura 45-dir, bura 45-dir. Bəli, ödənilir. KP parçası MK'nin üçbucağının tənböləndir. MKN, xeyr. KP tənbölən olanda uşaqlar, bura 47-dirsə, burada 47 olmalıdır, hə? Amma 23 ilə 22-ni toplayanda axı 45 eləyir, 47 eləmir. Deməli, səhvdir. Aha. Dəftərinizdə körbucaqlı üçbucaq çəkin. Onun çox asan bir məsələdir. Yenə körbucaqlı üçbucaq çək. İstəyirsiniz transporter. Məndə biraz əyri olur, çünki qrafik planşetlə çəkirəm. Həm də yerim azdır. Tənbölən deyirsə uşaqlar, yenə belə bir çəkirsiniz, belə. Tövsiyəm odur ki, siz bunu transporter vasitəsilə çəkəsiniz. Çünki bucağı tam olaraq yarıya böləndə rahat olsun sizə. Belə bir körbucaqlı üçbucaq çəkə bilirsiniz, bir də tənbölənləri indirirsiniz və rahatlıqla çəkmək olur. Yəni dediyim kimi damalı dəftər ən yaxşı üsuldur və transporter. Üçbucağın hündürlüyü, bayaq dedik ki, hündürlük heç ilə yarıya bölünür, sadəcə perpendikulyardır qarşı tərəfə. Və körbucaqlı üçbucağın hündürlüyü çöldən çəkilir. Yeganə üçbucaqdır ki, körbucaqlı üçbucaq onun hündürlüyü çöldən çəkilir. Niyə? Çünki bu bizim körbucaqlı üçbucaq, düzdürmü? Hündürlüyü axı 90 dərəcə olur uşaqlar, perpendikulyar. Tutaq ki, siz lövhəyə çıxanda əlinizi necə qaldırırsınız? Perpendikulyar qaldırırsınız, düzdürmü? İndi mən tutaq ki, buradan perpendikulyar bir düz xət indirirəm. Əminəm ki, bu perpendikulyardır. Amma axı mən dedim hündürlüyün tərifini təpə nöqtəsindən. Təpə nöqtəsidir bəyən bu? Yox, bu təpə nöqtəsidir. Bu sadəcə YF düz xəttinin üzərində olan bir nöqtədir. Ona görə körbucaqlı üçbucağın hündürlüyü həmişə çöldən çəkilir. Yaxşı, 8-ci sual. Hansı halda üçbucağın hündürlüyü düzgün göstərilib? Bəli, düzgün göstərilib, perpendikulyardır. Burada perpendikulyarlıq işarəsi yoxdur. Bu deməli körbucaqlı üçbucaqdır. Belə baxanda biraz şəkli fırlasaz körbucaqlı olur. Bəli, körbucaqlıdırsa onun çöldən çəkilir hündürlüyü. Bu ümumiyyətlə hündürlük deyil. Niyə? 90 dərəcəni görsəz belə yenə dediyim kimi təpə nöqtəsi deyil axı K. Təpə nöqtələri A-dır, B-dir, C-dir. Düzdür uşaqlar? K sadəcə düz xətt üzərində bir ixtiyari nöqtədir. Ona görə hündürlük deyil. Bu da hündürlük deyil. Bu orta xəttdir. Niyə? Çünki hündürlük deyil. Yenə 90 dərəcənin işarəsini görsəz belə həmin o AB düz xəttinin üzərində olan bir D nöqtəsidir. Amma biz demişik, təpə nöqtəsindən endirilmiş perpendikulyar. Təpə nöqtəsi deyil, axı D nəyi? O da səhvdir. Əslində mən 9-cu məsələnin cavabını ilk başda qaydanı izah eləyəndə dedim. Amma yenə də baxaq. Bütün üçbucaqların medianların kəsişmə nöqtəsi onun daxilində yerləşir, bəli. Tənbölənlərin kəsişmə nöqtəsi, bəli. Hündürlüklərin kəsişmə nöqtəsi daxildə yerləşməyə bilər. Körbucaqlı üçbucaqda bayaqda nümunə çəkdik. Şəkil deməli, şəkildə ABC üçbucağın medianı hündürlüyünü təsvir edilib, onları müəyyən edin. Yaxşı uşaqlar, görürsünüz ki, ilk öncə median rahatdır da, düzdürmü?
Median bilirsiniz ki, tərəfi yarıya bölür. Baxırsınız ki, bu yaşıl düz xəttdə görürsünüz necə qəşəng simmetrik bölüb AN, MB. Deməli, yaşıl nədir? Median. Sonra AK-ya baxın. AK necədir? Perpendikulyar. Perpendikulyar 90 dərəcə deməkdir, düzdürmü? Yəni 90 dərəcədirsə, deməli mavi H-dır. Qırmızı da tənbüləndir. Bucağı yarıya bölür. Tənbüləndi el hərfi ilə işarə edirlər. Hətta tənbülən üçün əlavə məlumatları deyə bilərəm sizə. Tutaq ki, bu A-dır, bu B-dir, bu da M, N. Tənbülənin düsturu var uşaqlar. Siz hələ bunu keçmirsiniz, amma əlavə bir məlumat kimi yadınızda saxlaya bilərsiniz istəsəz. Kök altda AB minus MN tənbülənin tapılma düsturudur. Bu sizə lazım olacaq 9-cu sinifdə. Yaxşı. Deməli, baxaq 11-ci suala. Şəkildə ABC üçbucağında AC tərəfi verilib. Aha. AC tərəfi AB və BC tərəflərinin cəmi 20% qısadır. Yaxşı, ilk öncə AB və BC tərəflərini toplayıram. 30. Yəni cəmdəyir axı. İndi 30-un 20%-ni tapıram. 30-un 20%-i nə edir uşaqlar? 30 bölünür, vur edilir. O da 6 edir. Qısa deyirsə 30-dan 20 çıxırsınız. O da eləyir 24. Deməli, AC 24-dür. CD-yə bərabərdir. Bura 12-dirsə, burada 12-dir, belə çıxır. Ümumi 24-dür də uşaqlar. Deməli, burada 12-dir ki, toplayın 24 olsun. Deyir, BD mediandır mı? Bəli, mediandır. Hardan bildim? Çünki bərabər hissələrə bölü fikir verirsiniz. 12-12 və əsaslandırmış da oldu. ABC üçbucağında BK hündürlüyü çəkilib. Deməli, AK-nın KS-yə nisbəti 1-in 2-dir. Ümumiyyətlə, 1-in nisbəti olanda yadınıza saxlayın ki, yanına bir K-dan X-dən bir dəyişən ala bilməlisiniz. AK tutaq ki, 1X-dir. Onu mən X kimi yaza bilərəm də. KS 2X-dir. AC 9-dur. Yaxşı, ümumi 9-dursa, X üstə gəl 2X bərabər 9, 3X bərabər 9, X3. X-i tapdım 3. Deməli, bura 3-dürsə, uşaqlar. Burada olacaq. 3-ü 2-yə vuranda 6 eləyir. Aha, 6 eləyir. ABK-nın perimetri 12-dir. Yaxşı. 3, 5, 18. Neçə çatmır uşaqlar 12 olmaq üçün? 4-dür. Deməli, hündürlük 4-dür. ABC üçbucağın sayısı. Ümumiyyətlə, üçbucağın sayı düsturunu bilirsiniz də, ümid eləyirəm. 2-də 1 AH düsturu hesablanılır. 2-də 1 A tərəfdir. H-da həmin tərəfə çəkilmiş hündürlükdür. Həmin tərəf çəkilmiş hündürlük AC-də, düzdür? Həmin tərəf, hündürlüyün çəkildiyi tərəf AC-də. Deməli, 9-dur, hə bu? Bəli, 2-də 1 vur 9, H-ımda 4-dür. 4-ü 9-a vursa 36, 36-nı 2-yə bölürsünüz, 18. Və yaxud da 4-lə 2-ni ixtisar eləyərdiniz, buradan 2-ni 9-a vurardınız, 18. Ürəyiniz necə istəyir, hesablaya bilərsiniz. Bu qədər hələlik. Konqruent əlamətlər çox asandır. Konqruent fiqurlar dedikdə, ümumiyyətlə, üst-üstə qoyduqda, yəni bir-birinin üzərinə qoyduqda üst-üstə düşən fiqurlardır, bərabər fiqurlardır. Konqruentlik əlamətləri var. Ən sadə konqruentlik əlaməti TTT əlamətidir. Siz buna həmişə fikir verirsinizsə, görmüsünüz, yəni. Çünki bir üçbucağın üç tərəfi bərabərsə, o üçbucaqlar konqruentdir. Niyə? Tutaq ki, tərəfi 5, 6, 6, 5, 6, 6, 2 dənə üçbucaq kəsin vərəqinizdə. Həqiqətən üst-üstə qoyunda onlar üst-üstə düşəcək. Çünki TTT əlaməti var və əlavə burada əlamətlərimiz də var. Konqruentlik əlaməti görə bilirsiniz də. Tərəf bucaq tərəfi TBT əlaməti. Yəni bir üçbucağın iki tərəfi və onlar arasında qalan bucaq uyğun olaraq digər üçbucağın iki tərəfi və onlar arasında qalan bucağa konqruentdirsə, bu üçbucaqlar konqruentdir. Bucaq tərəf bucaq əlaməti, yəni bir üçbucağın iki tərəfi və onlar arasında qalan, yəni ona bitişik iki bucağı uyğun olaraq o biri üçbucağın bir tərəfi ona bitişik iki bucağına bərabərdirsə və ya konqruentdirsə, bu fiqurlar, bu üçbucaqlar konqruentdir. Yəni bu şəkildə çətin bir şeylər yoxdur burada. Sadəcə burada ən belə sizə çətin ola bilən fikirləşirəm ki, elə median tənbölən hündürlükdə, amma 6-cı sinif dərsliyində o qədər də çətin salmırlar. Bunu əvvəl 7-ci sinif dərsliyində biz görürdük. Hal-hazırda da var. 7-ci siniflər bunları keçirlər. Median hündürlüyü baxsaz dərsliklərini görərsiniz. Amma siz yeni nəşr olduğunuz üçün sizin dərsliyinizdə öz əksini tapıb
Oldu uşaqlar onda. Sağ olun, özünüzə yaxşı baxın. Növbəti görüşlərə qədər.